Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Saməddin. Bugün sizə monitoring 4-cü sinif imtahanına hazırlaşan şagirdlər üçün növbəti ümumi sınavımızın izahını verirəm. Bu sınavlarımız hər ay sizlər üçün ödənişsiz şəkildə təşkil olunur və sınavları saytdan daxil olub işləyə bilərsiniz və yaxud da PDF-i bu nömrəyə yazaraq 077 752 28 93 WhatsApp nömrəsinə yazaraq həm sınavda iştirak etmək hüququ, həmçinin PDF-i əldə edə bilərsiniz. Burada isə sizlər üçün bunların ödənişsiz şəkildə izahlarını veririk. Başlayırıq ilk sualımızdan. Bu sualların Azərbaycan dili izahı da var. Həmin izahı da əldə etmək üçün əlaqə nömrəmizə yazaraq siz də ödənişsiz şəkildə monitoring imtahanına hazırlaşa bilərsiniz. Rəqəmləri müxtəlif olan ən böyük 5 rəqəmli ədədi ilə rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli ədədin fərqi neçədir? Baxın, rəqəmlər müxtəlif olsun deyir, ən böyük 5 rəqəmli ədəd deyir. Ən böyük 5 rəqəmli ədəd hansıdır? Normalda ən böyük 5 rəqəmli ədəd 99999-dur. Amma rəqəmlər müxtəlif olduğuna görə mən birincini 9 olaraq saxlayacağam, sonra 8, sonra 7, sonra 6 və sonra 5 yazacağım. Rəqəmləri müxtəlif olan ən böyük 5 rəqəmli ədəd 98765-dir. Düzdür? Düz. Sonra deyir ki, rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli ədəd. Ən kiçik 4 rəqəmli ədəd 1000-dir. Amma rəqəmlər müxtəlif olsun deyə 1, 0, 2 və 3-dən istifadə edəcəm. Yəni 1023. Bunların fərqini istəyir. 5-dən 3 çıxıram 2, 6-dan 2 çıxıram 4, 7-dən 0 çıxıram 7, 8-dən 1 çıxıram 7 və 9. 97742. A variantı bizim doğru cavabımızdır. Növbəti sualımız, 32-ci sualımız. Bu arada bizim monitoring test toplumuzu əldə edərək həm riyaziyyatdan, həm də Azərbaycan dilindən bütün, yəni imtahanda qarşınıza çıxması ehtimal olunan sual tiplərini görə bilərsiniz və nümunə səhifələr üçün tanış olmaq istəyirsinizsə səhifələrdən 077 752 28 93 WhatsApp nömrəsinə yaza bilərsiniz. Düzbucaqlının daxilinə bir-birinə toxunan iki eyni çevrə çəkilmişdir. Deməli, bir dənə düzbucaqlımız var və bunun daxilinə bir-birinə toxunan 2 dənə eyni çevrə çəkilmişdir. Və çevrənin radiusu 5 cm olarsa, düzbucaqlının perimetri neçə santimetrdir? Fikir verin, radiusdan istifadə edərək mən radiusu bir yuxarı çəkərəm 5, bir aşağı çəkərəm 5, enin 10 olduğunu taparam. Düzbucaqlımızın eni 10'dur. 5, 5, 10. Və bu radiusları bu formada düzbucaqlının içərisində uzadaraq düzbucaqlının uzunluğunu da tapa bilərəm. Baxın, mənim əlimdə ancaq düzbucaqlının nəyi var? İçərisindəki çevrənin radiusu var. Deməli, bu radiuslarla mən düzbucaqlının həm enini tapacağam, həm də uzunluğunu tapacağam. Fikir versəz, burada 1, 2, 3, 4 dənə radius var. Radiusda 5, 5, 5 və 5 isə bu düz xəttin ümumi uzunluğu 20-yə bərabərdir. Yəni 4 dənə 5, 20-dir. İndi bizə deyir, düzbucaqlının perimetri nə qədərdir? Düzbucaqlının eni və uzunluğunu toplayıram, vururam nəyə? 2-yə. Düzbucaqlının perimetrinizi tapırlar. Eni və uzunluğunu toplayıb 2-yə vururlar. 10 üstə gəl 20, 30, vur 2, 60 cm. Cavab oldu B variantı, 60 cm-ə bərabər. 33, baxaq 33-cü sualımıza. Vurma əməliyyatını yerinə yetirəcəyik. Əvvəlcə 345-i 12-yə vuracağıq. Gəlin vuraq 345 vurulsun 12. 2-ni 5-ə vuruq 10. 0 yazdıq 1 yadda. 2-ni 4-ə 8. Bu da 1 yadda 9. 2 vur 3 6. 1 vur 5 5. 1 vur 4 4. 1 vur 3 3. 0 4 yazdıq 1 yadda. 10 11 1 yazdıq 1 yadda. 4140. 4140 bizim 345'i 12'ye vuranda aldığımız ədəddir. Çıxılsın. 4560'ı nəyə böləcəm? 15'e böləcəm. Gəlin bölək burada. 4560 bölünsün 15. 45'in içərisində 60 deməli 3 dəfə yerləşir. Yazdım bura 3. Çıxılsın 45. Bu 6'nı burada bax heç nə qalmadı, düzdürmü? 45'dən 45 çıxdım, heç nə qalmadı. 6'nı aşağı indirirəm. 6'nın içərisində 15 0 dəfə, yəni yerləşmir. 0'a indirirəm aşağı. 60'ın içərisində 15 4 dəfə. Çıx 60. Bura elədi 304. Yəni 304 üstə gəl 128. Bərabərdir. 304 ilə 128'i toplayacağım.
304 üstəgəl 128. 2 yazdım, 1 yatdı. 2, 3 və 432. Deməli 4140-dan çıxacam 432-nin bərabərdir. 4140 çıxılsın 432. 3708 bizim cavabımızdır. A variantı doğru cavabımızdır. Bu videoları beğenin, paylaşın və öz sinif yoldaşlarınızla, ətrafınızdakı monitoring 4-cü sinif imtahanı hazırlaşan şagirdlərlə paylaşın ki, onlara da fayda vermiş olasınız. Kvadratın tərəfi 8-dir. Daxilinə çəkilmiş çevrənin radiusu neçə santimetrdir? Kvadratın tərəfi əgər 8 santimetrdirsə, bunun daxilinə çəkilmiş çevrənin radiusu tərəfin yarısı olur. Bu bizim hazır qaydamızdır. Əgər radius tapmaq istəyirsinizsə, tərəfi 2 yerə bölün, 8-i 2-yə böldüm 4. Deməli bizim kvadratın radiusu 4-ə bərabərdir. Cavab oldu C variantı 4-ə bərabər. Yəni çevrənin radiusu 4-dür. 35. Aralarındakı məsafə 480 km olan iki şəhərdən qarşı-qarşı iki qatar yola düşdü. Birinin sürəti 70, digərinki 90-dır. 2 saat sonra onlar arasında məsafə neçə metr olacaq? Baxın diqqətlə. Birinin sürəti 70-dir, biri 90-dır. Bunlar qarşı-qarşıya hərəkət etdiyinə görə 70 ilə 90-ı toplamalıyam və zamana vurmalıyam. Zamanda 2 saatdır. 70 ilə 90-ı toplayanda neçə edir? 160 edir və 160-ı da nəyə vuracam? 2-yə vuracam. 320 edəcək. Düzdür? 320. Neynədir? 70 ilə 90-ı topladıq. 160. Vurduq 2-yə. 320 elədi. Bəs 480 kilometrdən 320 kilometri gedilibsə, 480-dən 320-si gedilibsə, yerdə neçə kilometr yol qalıb? Bax, mən bunu tapmalıyam. Yerdə deməli 160 kilometr yol qalıb. Cavabı da məndən kilometrlə yox, metrlə istəyir. Bilirsiniz ki, 1 kilometr 1000 metrdir. 160-ı vuracam 1000-ə. Bərabərdir 160 min metr bizim cavabımız olacaq. D variantı doğru cavabdır. 36-cı sual. Kubun üzünün sayı ilə tillərinin sayının hasili neçədir? Bilməlisiniz ki, kubun 6 üzü var. Bu barədə Ağabəyli İsaməddin YouTube kanalımızda ətraflı izahlar vermişik. Mütləq girin, orada sizlər üçün fəza figurları dərsi var. O dərsə baxın. Kubun üzlərinin sayı 6-dır. Tillərinin sayı isə 12-dir. Hasili 6-nı vurdum 12-yə 72 elədi. C variantı bizim doğru cavabımızdır. Növbəti sualımız 37-ci sual. Bölən 12, qismət 6, qalıq mümkün qalıqların ən böyüyü olarsa. Deməli, bölən neçədir? 12-dir. Qismət 8-dir. Qalıq isə ən böyüyüdür. İndi baxın, ədədi 12-yə bölürəmsə, ən böyük qalıq neçə ola bilər? 11 ola bilər. Çünki qalıq hər zaman qismətdən kiçikdir. Ədədi 12-yə böldümsə, qalıq 11 ola bilər. İndi burada bölünəni tapmaq üçün böləni qismətə vurub üzərinə qalığı gələcəm. Yəni 12-ni vuracam 8-ə, 96 eləyəcək bura. Üzərinə də 11 gələcəm. 107. Cavab oldu B variantı 107-yə bərabər. 38. 4-də 3 hissəsi 60 olan ədəd. Baxın, hissəsinə görə ədədi tapanda, 60-ı 3-ə bölüb 4-ə vururam. 60-ı 3-ə böləndə 20, 4-ə vuranda 80. Və 80-in də 5-də 1-ini soruşur. Ədədin hissəsini tapıram. 80-in 5-də 1-ini tapmaq üçün 80-i 5-ə bölüb nə edəcəm? 1-ə vuracam. Eləyəcək 16. Cavab oldu B variantı. Ədədin hissəsi, hissəsinə görə ədədin tapılması. Bir daha xatırladıram. Bu videolarımızı bəyənin ki, bu tipli videolarımız daha çox olsun və daha çox insan qarşısına çıxmış olsun. Həmçinin bizim monitoring test toplumuzu və saytımızı əldə edərək siz də yüksək nəticə əldə edə bilərsiniz. Bütün proqramı əhatə edən sınaqlar, suallar, testlər bu kitabda mövcuddur və bütün kitab mağazalarında var. Həyətdə toyuqlar və dovşanlar var. Onların birlikdə 20 başı və 56 ayağı var. Neçə dovşan var? Gəlin belə yanaşaq bu məsələyə. Yazaq ki, toyuqlar üstəgəl dovşanlar bərabərdir 20 başlı. Düzdür? Toyuğun 2 ayağı var deyə 2 vurulsun toyuq. Üstəgəl dovşanın 4 ayağı var deyə 4 vurulsun dovşan bərabərdir 56-ya. Deməli, toyuqlar üstəgəl dovşanlar 20 eləyir. 2 vur toyuq üstəgəl 4 vur dovşan bərabərdir 56 edir. Neçə dovşan var soruşur.
Mən burada əvəz etmə üsulunu sizə tövsiyə edirəm. Əvəz etmə üsulu nədir? Yəni toyuq əvəzinə dovşanla olan ifadələr yazacağıq. Yazacağıq. Toyuq bərabərdir. Toplananlardan birini tapmaq üçün nə edirik? Cəmdən digər toplananı çıxırıq. Yəni toyuqların sayı bərabərdir 20 çıx dovşan. İndi gəlirəm bura. 2 vurulsun toyuğun yerinə 20 çıx dovşan yazıram. Üstə gəl 4 dovşan bərabərdir 56. 2-ni 20-yə vuracam 40. Çıx. 2-ni dovşana vuracam 2 dovşan. Üstə gəl 4 dovşan bərabərdir 56. Burada balaca bir hesablama var. Bu ədəddən bu ədədə çıxırıq. Yəni böyük ədəddən kiçik ədədə çıxırıq və böyüyün işarəsi qalır. 4-dən 2-ni çıxanda 2 dovşan bərabərdir 56-dan da 40-ı çıxacaq. 16. Dovşanların sayı bərabərdir 8-ə. Deməli A variantı 8 dovşan var. 40-cı sualımız sahəsi 64 olan kvadratın daxilinə çəkilmiş çevrənin radiusu. Baxın, sahəsi 64-dürsə, bunun tərəfi 8 olmalıdır. Çünki vurma cədvəlində 8-i 8-ə vuranda 64 edər. Deməli, tərəfi 8 imiş ki, sahəsi 64-dür. Bunun daxilinə çəkilmiş çevrənin radiusu. Tərəf 8-dirsə, radius neçədir? 4. 8-in yarısı 4. Bu bizim hazır qaydamızdır. Və perimetri 60 olan bərabər tərəfi 3 bucağın. Perimetri 60 olan bərabər tərəfi 3 bucağı deyirsə, 60-ı 3 yerə bölərəm. Çünki bərabər tərəfli 3 bucağın bütün tərəfləri bir-birinə bərabərdir. Bir tərəf olar 20 sm. Bura oldu 20, 20 və 20. Deyir, indi həmin o radius bu üç bucağın bir tərəfindən neçə dəfə kiçikdir? Radius 4-dür, tərəf isə 20-dir. Aralarında neçə dəfə fərq var? Dəfə deyirsə vurma bölmə əməliyyatıdır. Kiçikliyi soruşur. 20-ni 4-ə böləcəm 5. Yəni 5 dəfə kiçikdir. Növbəti sualımız düzbucaqlı paralelipipedin oturacağının tərəfləri 4 və 6 cm, hündürlüyü 10-dur. Onun bütün tillərinin cəmi neçədir? Yadınızda saxlayın. Düzbucaqlı paralelipiped kuboid deməkdir. Yəni bunun 3 dənə adı var. Bir dördbucaqlı prizma, düzbucaqlı paralelipiped və kuboid. Üçü də eyni fiqurdur. Yəni belə bir fiqurdur, kibrit qutusuna bənzəyir və bu fiqurun biz nəyin bilməliyik? Təxmini belə bir şeydir, dəqiq çəkənmədim. Biz bu fiqurun bilməliyik ki, hər tilindən 4 dənədir. Bu fiqurun 12 tili var və 3 müxtəlif üzü var. 3 müxtəlif daha doğrusu tili var. Yəni 4 santimetrlik tilləri var, 6 santimetrlik və 10 santimetrlik. Yəni hər tildən 4 dənədir. 4 dənə A tilindəndir, 4 dənə B tilindən, 4 dənə də C tilindəndir. Deməli düzbucaqlı paralelipipedin, yəni prizmanın, dördbucaqlı prizmanın və ya kuboidin, üçü də eyni şeydir. Tillərinin cəmi düsturu budur. 4 vur A, 4 vur B, 4 vur C. Toplayacağıq. 4'ü vuracam A 4'dür. Üstə gəl 4'ü vuracam B 6'dır. Üstə gəl 4'ü vuracam C 10'dur. Bərabər 4 vur 4 10. 4 vur 6 24. 4 vur 10 40. Bərabərdir. 16 24 0 yazdı 1 yadda 3 4 üstə gəl 40. Bunların cəmi 40 üstə gəl 40 elədi 80 cm. D variantı bizim doğru cavabımızdır. 42. 30 metrlik bir kəndiri 5 metrlik hissələrə ayırmaq üçün neçə yerdən kəsmək lazımdır? Baxın, 30 metrliyi 5 metrlik hissələrə ayıranda 6 hissə yaranır. 6 hissə. 6 hissə üçünsə 5 kəsim lazımdır. Baxın, 1, 2, 3, 4, 5 yerdən kəsərəm. 1 hissə, 2 hissə, 3 hissə, 4 hissə, 5 hissə, 6 hissə. Deməli, 6 hissəyə ayırmaq üçün biz 5 yerdən kəsməliyik. Yəni, kəsim sayı hissə sayından az olur bir vahid. 5 kəsim B variantı bizim cavabdır. 43. Ulduzun yerinə hansı rəqəmlər yazılmalıdır? Gəlin buna belə yanaşaq. 3, ulduz, 4, 5. Üstə gəlsin 1, 2, 8 və ulduz. Bağla, yəni bərabərdir. 4827. 5'in üstə neçə gəlsəm 7 eləyər. Əlbəttə ki 2 gəlsəm. Deməli, ikinci ulduzun yerinə 2 olmalıdır. 5'in üstə 2 gəldim 7. 4'ün üstə 8 gəldim 12. 2 yazıblar 1 yadda. Həmin 1 yaddan da bax bu 2'nin üzərinə gəlirəm bu 3'ə çevrilir.
İndi soruşam, ulduz neçədir ki, ulduzun üzərinə 3 gəliblər, 8 eləyib. Ulduzun üzərinə, yəni 5-in üzərinə 3 gələrlər ki, 8 eləsin. Ulduzun biri 5, biri 2-dir. Müəllim, niyə burada 3-ü 2 elədiniz? Bir daha deyirəm. 4 ilə 8-i toplayanda neçə eləyir? 12. 2 yazdım, 1 yadda. Həmin bir yadda bura gələcəkdə üzərinə toplanılacaq. Ya o bir yaddanı 8-dən çıx 7 elə, ya da 2-nin üzərinə gəl 3 elə. Eyni mənadır. İndi 3-ün üzərinə nə gəlsəm 8 eləyər, 5 gəlsəm. Oldu 5 və 2. 44-cü sual bir daha xatırladaq. Əgər bu sınaqlarımızdan ödənişsiz şəkildə həm izahlarını, həm PDF-ni əldə etmək istəyirsinizsə, 077 752 2893 WhatsApp nömrəsinə yaza bilərsiniz. Həmçinin bizim monitorinq test toplumuzu əldə edərək imtahana qədər yüksək nəticə əldə etmək istəyirsə, bu toplunu işləyin və yaxşı nəticə əldə edin. Atanın 40, oğlunun 12 yaşı var. Neçə il əvvəl atasının yaşı oğlunun yaşından 5 dəfə çox idi. Ata 40 yaşındadır. Oğlunun isə 12 yaşı var. Neçə il əvvəl deyir. Neçə il sonra desəydi, hərəsinin üstə x gələrdim də, neçəsə il gələrdim. Amma neçə il əvvəl deyirsə, atanın yaşı da x qədər azalacaq, oğlun yaşı da x qədər azalacaq. Düzdür? Və ata oğlundan 5 dəfə çox olacaq. Oğlu 5-ə vuraram, ataya bərabər edirəm. Bu üsul bəzən şagirdlərə çətin gəlir. Yəni bu tənliyi həll edə bilən bilir. Bilməyənlər üçün nə tövsiyə edirik? Gəlin birinci bu tənliyi bitirim, sonra o biri üsulda deyərəm. 40-dan çıxıram x-i bərabərdir. 5-i 12-yə 60, 5-i x-a 5x. Sola keçirdim, 5x-dan x-i çıxacam, 60-dan 40-ı çıxacam. 4x-imiz 20, x-imiz olur 5. Yəni 5 il əvvəl atanın yaşı oğlundan 5 dəfə çox idi. Bunu belə bir cədvəl üsuluyla da yaza bilərik. Ata və oğul var. İndi atanın 40, oğlun 12 yaşı var. Bəs 1 il əvvəl necə idi vəziyyət? 19 və 11 idi. 1 il əvvəl hərəsi 1 yaş balaca idi. 2 il əvvəl necə idi vəziyyət? 38, bu 39, 11, 38, 10. 3 il əvvəl 37, 9. 4 il əvvəl 36, 8. 5 il əvvəl 35, və 7. Həqiqətən də 5 il əvvəl, 1 il əvvəl, 2 il əvvəl, 3, 4, 5 il əvvəl. 5 il əvvəl ata oğlundan 5 dəfə böyük idi. Yəni atanın 35, oğlun 7 yaşı var. Neçə dəfə böyüdür? 5 dəfə böyükdür. B variantı bizim doğru cavabımızdır. 45-ci sual. Tərəflərinə görə hansı üçbucaq növünün bütün bucaqları mütləq itidir? Baxın, bərabər yanlı, bərabər tərəfli, düz bucaqlı üçbucaq və müxtəlif tərəfli üçbucaq. Biz burada bərabər yanlı üçbucaq seçə bilmərik. Çünki elə bir üçbucaq çəkərəm ki, məsələn, belə. Buralar 45, buralar 45, buralar 90. Görürsünüz, bu bərabər yanlıdır və düz bucağı var. Yəni iti bucaq deyil də, hər hansı bir bucağı düz bucaq oldu. Qalan düz bucaqlı üçbucaqda, müxtəlif tərəfli üçbucaqda hamısında biz iti bucaqdan fərqli bucaqlar yarada bilirik. Amma bərabər tərəfli üçbucaq yeganə üçbucaqdır ki, bütün bucaqları mütləq şəkildə nə olmalıdır? İti bucaq olmalıdır. Yəni 60 dərəcə olmalıdır. Buna görə cavab B variantıdır. 46. 4 litr su tutan qabı 250 millilitrlik stəkanlara neçə dəfə doldurmaq olar? Bilirik ki, 1 litrimiz 1000 millilitrdir. Düzdürmü? 4 litrimizdə 4 vurulsun 1000. Yəni 4000 millilitrdir. İndi mənə maraqlıdır ki, 4000 millilitrin içərisində neçə dənə 250'lik var? Yəni 4000'i böləcəm 250'yə görün. Bunun içərisində neçə dənə 250'lik var? 16 dənə 250'lik var. Cavab olacaq B variantı 16'ya bərabər. 47. Anar kitabın 120 səhifəsini oxudu ki, bu da bütün kitabın 3'də 2 hissəsidir. Deməli 120 nəyin 3'də 2 hissəsidir? 120'ni bölürəm 2'yə, vururam 3'ə. Nəyin 3'də 2'si 120 eləyir? 120'ni 2'yə böldüm, 60, 63'ə vurdum, 180. Hissəsinə görə ədəd tapdım. Kitabın cəmi neçə səhifəsi var? 180 səhifəsi var imiş ki, bunun 3'də 2'sini oxuyub və bu 3'də 2 120 səhifəyə bərabərdir. Cavab oldu A, 180 səhifə. 48. Saat 22:45'dir. 3 saat 30 dəqiqə əvvəl saat neçə idi? Baxın, 22:45'dən
3 saat 30 dəqiqəni çıxacağam ki, keçmişə gedim də əvvəli tapım. Bu da eləyəcək 15 dəqiqə. 22-dən də 3 çıxanda 19, 15. Cavab oldu A variantı 19, 15-ə bərabər. 49. 3 ardıcıl tək ədədin cəmi neçədir? 117-dir. Bu ədədlərdən ən böyüyü neçədir? Belə bir şagirdlər üçün üsul tövsiyə eləyək. 117-ni bölərəm 3 yerə. Və tapdığım ədəd həmin o 3 dənə ardıcıl ədədin ortancılı olar. Yəni ortancıl ədəd 39 imiş. 3 ədəd idi. 117-ni 3-ə böldüm. Ortancıl ədəd tapdım 39. Bundan əvvəlki tək ədəd 37-dir. Bundan sonraki tək ədəd 41-dir. Bilirsiniz də tək ədədlər arasında 2 vahid fərq var. Bu ədədlərdən ən böyüyü neçədir? 41-dir. Cavab oldu C. 50-ci sual. Hansı fiqurun simmetri oxu yoxdur? Kvadratın var, dairənin var. Kvadratın simmetri oxları 1, 2, 3, 4. 4 dənə simmetri oxu var. Dairənin sonsuz sayda simmetri oxu var. Sonsuz sayda. Bərabər yanlı üçbucağın bir dənə simmetri oxu var. Amma müxtəlif tərəfli üçbucağın simmetri oxu yoxdur. Məsələn, müxtəlif tərəfli üçbucaq. Simmetri oxu odur ki, o xəttdən sağda və solda qalan hissələr eyni boyda, eyni formada olsun. Yəni qatlayanda, üst-üstə düşəndə həmin fiqurun özü alınmış olsun. Tənliyinin kökü neçədir? Vurub açaq. 4-ü x-a vurdum. 4x. Üstə gəl. 4-ü 250-yə vurdum. 1000 bərabərdir 2400. 4x bərabərdir. 2400-dən 1000-i çıxacam. 1400. X da bərabərdir. 1400-ü 4-ə böləcəm. 350. Cavab oldu 1400 böl 4. Yəni A variantı 350-yə bərabər. Ədədinin minliklər mərtəbəsindəki rəqəmin mərtəbəsi neçədir? Baxın. 7, 3, 4, 5, 2, 1. Təklik, onluq, yüzlük minliklər mərtəbəsindəki rəqəmin mərtəbəsi, yəni hansı mərtəbədə dayanır? Minlik mərtəbəsində dayanır. Yəni bunun mərtəbəsi 1000-dir. Yəni mərtəbəsi deyəndə mərtəbə vahidi kimi bunu anlaya bilərsiniz. Bunun mərtəbə qiymətini soruşsaydı 4000 olardı. Minlik mərtəbəsindəki vahidlərin sayı neçədir soruşsaydı 4 olardı. Amma minlik mərtəbəsindəki rəqəmin mərtəbəsi neçədir deyirsə, minlik, yəni 1000 bunun mərtəbəsidir. B bizim cavabımızdır. 53. Hansı müqayisə doğrudur? 1 kilo 1000 qramdırsa 3 kilo 3000 qram olacaq. Yəni 3000 necə 350-yə bərabər olsun? Səhvdir də bu. Bu getdi. 1 saatımız 60 dəqiqədir. 2 saatımız 2 vur 60 120 dəqiqə. Üzərinə 10 dəqiqədə gəlirəm 130 dəqiqə. Yəni B variantı 130 bərabərdir 130-a. B doğrudur. 54. Katerin çayın axını ilə sürəti 28-dir. Yəni kater üstə gəl çay bərabərdir 28-ə. Çayın sürəti 3-dür. Buradakı çay 3-dür. Katerin axına qarşı sürətini tap. Əvvəlcə mən 28-dən 3-ü çıxaraq katerin öz normal durğun sudakı sürətini tapıram. Katerin öz sürəti 25-dir. Amma cavab A variantı deyil. Məndən 25-i soruşmur. Məndən axına qarşı olan sürəti soruşur. Yəni katerdən çayı çıxanda alınan sürəti soruşur. Bu da olur 22 B variantına bərabər. Növbəti sualımız 55-ci sual. Bir üzünün sahəsi 25 olan kubun bütün tillərinin cəmi. Baxın, kubun hər bir üzü kvadratlardan ibarətdir. Və bunun sahəsi 25-dirsə, deməli tərəfi 5-dir. Tərəf də til deməkdir də. Kubun bir tili A bərabər 5-dir ki, 5-i 5-ə vurublar, bir üzü 25 olub. İndi bütün tillərinin cəmi. Kubun 12 tili var. Hərəsi 5-dirsə 12-ni 5-ə vururam, 60. Cavab oldu C. 4A sinifindəki 25 şagirddən 15-i ingilis dilini, 12-si rus dilini hazırlığına gedir. 5 nəfər heç bir hazırlığa getmir. Hər iki dərnəyə neçə nəfər gedir? Baxın, 25 şagirddən 5 şagird heç birinə getmir. Neçə şagird qalır? 20 şagird. Deməli, dərnəyə gedənlərin, yəni 20 şagird olduğunu bildim. İndi baxıram 15 dənə ingilis dilindədir. 12 dənə də rus dilində. Görürəm ki, ümumi dərnəyə gedənlərin sayı neçə edir? 17 edir. Düzdür? 27 edir. 27.
İndi deyirəm axı 20 uşaq var. Necə 27 uşaq çıxa bilər? Deməli bu 7 uşaq həm ingilis dili jurnalında adı var, həm də rus dili jurnalı. Yəni bu uşaqları 2 dəfə sayıblar. Həm ingilis dilinə gedir, həm də rus dilinə gedir. Yəni 27 uşaqdan 20-sini çıxıram görüm o artıqlıq yaradan kimlərdir? 7 uşaqdır. Deməli bu 7 uşaq hər iki hazırlığa gedən uşaqlardır. 7 bizim cavabımızdır. Perimetri 16,4 cm olan kvadratın bir tərəfini onlu kəsirlə ifadə edin. Perimetr 16,4-dürsə, bunu böləcəm 4-ə. Niyə bölürəm 4-ə? Çünki 4-ə bölərək bunun bir tərəfini tapacağam. 16-nın içərisində 4 dəfə, çıx 16, heç nə qalmadı. Bu vergülü gətirib yazıram bura. 4-ün içərisində 4 bir dəfə. Deməli, onluq kəsirlə 4,1 cm bizim cavabdır. 58. Yolun 13'ünü gedib. Sonra 12 kilometrdə gedib yolun yarısına çatdı. Ümumi yol neçə kilometrdir? 13'ünü gedib, yəni 10'da 3x-ını gedib, üstəgəl 12 kilometrdə getsə yolun yarısı eləyər. Yolun yarısı, yəni 10'da 5 deməkdir də bu. 10 dənə yol varsa bunun 5'i yarısıdır. 2'də 1 də yaza bilərsən 10'da 5'də. Yəni 10'da 5'i qədər nə edib? Yol gedib. Yolun yarısı 10'da 5'dir. 2'də 1 də ola bilər, 4'də 2 də ola bilər, 6'da 3 də ola bilər. Yəni məxrəclə sürət arasında 2 dəfə fərq olsun. İndi 12 bərabərdir 10'da 5x-dan çıxacağım 10'da 3x-a. 12 bərabərdir 10'da 2x. Bunda məxrəci 1-dirsə, belə çarpaz vurma üsulundan 2x bərabərdir 120, 12-ni ona vurdum. X bərabərdir 60. Yolun ümumi uzunluğu nə qədərdir? 60'a bərabərdir. Bunu hissə modeli ilə göstərməyə çalışaq. Bizim bir dənə yolumuz var. Və 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 hissədən əvvəlcə 3'ü gedilib. 10'da 3'ü gedilib. Əlavə 12 kilometrdə gedilsə, yolun tən yarısına çatacaq. Deməli, əlavə 12 kilometr bu 2 hissəli yolu göstərir də. Çünki yol 10 hissədən ibarətdir. 3'ünü gedib, neçəsi qalıb yarısına çatmaq üçün? Onun yarısı 5 edir də. 5'ə çatmaq üçün neçəsi qalıb? 2 dənəsi qalıb. Həmin o 2 dənə yol 12 kilometrdir. 12'ni 2'yə bölürəm, hər hissə 6 kilometrmiş. 6, 6, 6 və 6. 10 hissəli yol var. Hərəsi 6'dırsa onu 6'ya vurdum. 60 kilometr eləmiş oldu. 59. Aralarındakı məsafə 400 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşı iki avtomobil yola düşdü. Birinci avtomobilin sürəti 65, ikincinin sürəti isə ondan 10 km/saat çoxdur. Biri 65'dir, digəri isə 10 çoxdur. Yəni 65 üstəgəl 10, 75'dir. Deməli birinin sürəti 65'dir, digərinin sürəti isə 75'dir. Bunlar 3 saat yol gedibsə bunları toplayaram. Çünki qarşı-qarşı hərəkətdə sürətlər toplanılır. Və nə edərəm? 65 ilə 75'i toplayıb vuraram zamana 3 saata. 65 ilə 75'i toplayanda 140 edir. 3'ə vuranda da 420. 400 kilometrdən, deməli bir daha baxa bu hissəsinə, aralarındakı məsafə 400 idi. İki şəhərdən eyni zamanda qarşı-qarşı iki avtomobil yola düşdü. Birinci avtomobilin sürəti 65 km, ikincinin sürəti ondan 10 km/saat çox. Digəri 75 imiş. 65 və 75. Elədir 140. 3 saatdan sonra bu avtomobillər arası məsafə neçə kilometr olar? 400 kilometrlik yolun bunlar 420'sini gedəcəklər. Yəni bunlar gəlib bir-birini keçiblər. Normalda aralarında 400 kilometr məsafə var idi. 400 kilometr. Bunlar isə gəliblər və bir-birindən də əlavə olaraq yol gediblər. Yəni görüşməyiblər, görüşməkdən də artıq yol gediblər. Normalda 400 kilometrlik yoldursa, bunlar 420 kilometr gediblərsə, bir-birindən əlavə olaraq 20 kilometr nə ediblər? Uzaqlaşıblar. Yəni avtomobillər görüşüblər və sonra da davam ediblər yollarına 20 kilometrdə aralarında məsafə yaranır. Cavab olacaq nəyə bərabər? 20'yə bərabər. 60-cı sual. Uzunluğu 12 cm, eni 8 cm olan düzbucaqlı formalı kağızdan tərəfi 3 cm olan 2 ədəd kvadrat kəsib çıxartdılar. Qalan fiqurun sahəsi neçə kvadrat santimetrdir? Ümumiyyətlə bu tipli məsələlərdə əgər sahəni soruşursa, sahə çox rahatdır.
Birinci böyük fiqurun sahəsini tapırsınız. 12-ni vururam 8-ə. Bizim böyük fiqurumuzun, düzbucağımızın sahəsi 96 santimetrin kvadratı imiş. İndi 2 dənə, lap yan yana olsun, ayrı olsun, fərqi yoxdur. 2 dənə tərəfi 3 olan kvadrat kəsdilər. 3'ü 3'e vuracağım birinci kvadratın sahəsi. 3'ü 3'e vuracağım ikinci kvadratın sahəsi. Yəni ümumilikdə 18 kvadrat santimetr sahəni kəsib götürdülər. 96'dan 18'in kəsib götürdülərsə 96 çıx 18 elədi 78 santimetrin kvadratı. Yəni yerdə qalan fiqurun sahəsi 78 santimetrin kvadratına bərabərdir. Belə əziz şagirdlərimiz, bizi izləyən ibtidai sinif müəllimləri və övladını 4-cü sinif monitorinq imtahanına hazırlaşdıran valideynlər 077 752 2893 WhatsApp nömrəsinə yazaraq həm bizim ödənişli monitorinq qrupumuza, həmçinin ödənişsiz monitorinq qrupumuza və yaxud da bu sınağın PDF-ni və yaxud da bu sınağın saytda hazır formada işlənmiş versiyasını görə bilərsiniz. Həmçinin kitabımızı əldə edərək bütün kitab mağazalarında var. Bütün imtahanı əhatə edən sual tiplərlə tanış ola bilərsiniz. Əlaqə nömrələrimizdən nümunə səhifələri istəyə bilərsiniz. Videomuzu bəyənin, paylaşın, ətrafınızdakı bütün şagirdlərə, sinif belə deyək, yoldaşlarınıza və yaxud da digər valideynlərə, sinif rəhbərlərinə atın ki, onlar da bu videolardan ödənişsiz şəkildə faydalanmış olsunlar. Kanalımıza abunə deyilsə, abunə olub bildirişləri açın ki, bu şəkildə sınaqlardan vaxtında xəbərdar olasınız. Sağ olun, növbəti dərsdə görüşərik. Hələlik.